Azərbaycan Serbiyada 600 milyon avroluq elektrik stansiyası tikəcək. Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Aləmi bəzər, özü lüt gəzər. Həbsxanada olan müxalifət lideri AXCP sədri Əli Kərimli bu Serbiya avanturası barədə də bir açıqlama göndərə bilib və deyib: televiziyalardan təəssüflə izləyirəm ki, 3 milyon nəfərə qədər işsizi olan, əksəriyyəti yoxsulluqdan əziyyət çəkən Azərbaycan xalqının milyardlarla dollar pulunu xarici ölkələrə sərmayə etmək ona böyük uğur kimi sırınır. Bu dəfə də Azərbaycan xalqından artırılmış aksiz, vergi, qiymət və cərimələr hesabına toplanmış milyonlar Serbiyanın inkişafına yönəldiləcək. Daha əvvəl həmin o milyardlar çox inkişaf etmiş İtaliyanın, İsrailin, Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyatına yönəlmişdi. Paradoks ondan ibarətdir ki, bugün Azərbaycanın sərmayə qoyduğu ölkələrin iqtisadiyyatı Azərbaycanın iqtisadiyyatından qat-qat çox inkişaf edib. Amma Azərbaycan hakimiyyəti xalqımıza lazım olan iş yerlərini burada açmaq, real iqtisadiyyatı burada yaratmaq əvəzinə ölkənin milyardlarını həmin o inkişaf etmiş dövlətlərə sərmayə kimi qoyur. Bu günlərdə hamımız məyusluq hissi ilə müşahidə etdik ki, ABŞ-ın vitse-prezidenti Vinsin Azərbaycana və Ermənistana səfərinin fərqli nəticələri oldu. Ermənistana səfər zamanı bu ölkəyə təqribən 13 milyard dollara yaxın investisiya qoyulacağı elan olundu. Azərbaycana isə belə konkret investisiya elan edilmədi. Yəqin ki, bu vəziyyət xalqımızın xeyli hissəsini narahat etdi. Azərbaycana niyə belə investisiyalar vəd olunmur? Kənar heç kimlə küsmək lazım deyil. Burada birbaşa səbəbkar Azərbaycan hakimiyyətinin özüdür. Birincisi, xalqı kasıb olan Azərbaycan hakimiyyəti özünü dövlət olaraq zəngin kimi göstərir və bizdən qat-qat güclü iqtisadiyyatı olan ölkələrin qarşısında investor kimi davranır. Azərbaycan özünü xarici ölkələrə milyardlarla dollar sərmayə qoyan, 80-ə qədər ölkəyə yardım edən zəngin ölkə kimi aparır. Ona görə də heç kimin ağlına gəlmir ki, Azərbaycana sərmayə qoysun. İkinci səbəb də odur ki, Azərbaycanda hüquqsuzluq, repressiya hökm sürür, müstəqil məhkəmə, azad media yoxdur. Bunu da dünya bilir və bilməkdə davam edir. Təsəvvür edin ki, vitse-prezidentin səfəri ərəfəsində dünyanın 8 nüfuzlu media orqanında mənim, jurnalistlərin və başqa ictimai siyasi fəalların həbsi, Azərbaycandakı repressiyalar, ölkədəki hüquqsuzluq barədə materiallar yayıldı. Bunlar həm Vinsin diqqətinə çatdırıldı, həm də dünyanın. Ölkədəki hüquqsuzluq ikinci səbəbdir ki, Azərbaycana sərmayə qoyulmur, ölkəmizin ehtiyacı olan sərmayələr ondan yan keçir. Paradoksa baxın ki, Ermənistan hökuməti ölkəsinə investisiya cəlb etməklə öyünür, Azərbaycan hakimiyyəti isə öz təbliğatını başqa ölkələrə investisiya qoymağın üzərində qurub. Demokratiya və avtoritarizmin fərqi burada görünür. Demokratik hökumət hər yerdən investisiyalar cəlb edir, iş yerləri açır, xalqını inkişaf etdirir. Avtoritar hakimiyyət isə boğazından kəsilmiş milyardları özünün şəxsi və korporativ maraqlarına görə sərmayə kimi başqa ölkələrə göndərir. Azərbaycan xalqı bunun fərqində olmalıdır. Yeri gəlmişkən, dəyərli izləyicilər, bir mühüm detalda əlavə edeyim ki, bu Serbiyada tikilməsi nəzərdə tutulan Vučićin xahişi ilə İlham Əliyevin tikdiyi elektrik stansiyası yəqin ki, Azərbaycanın dövlət vəsaitləri hesabına tikiləcək, amma bu cür halların demək olar ki, hamısında olduğu kimi sonradan İlham Əliyevin ailə üzvlərinin adına olan şirkətlərin balansına keçiriləcək. Bu ilk dəfə deyil. Həm Azərbaycanın daxilində, həm də Azərbaycandan kənarda dövlət vəsaitləri hesabına tikilən, qurulan obyektlərin, müəssisələrin sonradan Əliyevin uşaqlarının adına olan şirkətlərin balansına keçirilməsi artıq İlham Əliyev üçün bir adət və vərdiş halını alıb.